Məni sevmir, dəyər vermir, ona qulaq asır, məni dinləmir. Demək ki, mən dəyərsizəm. Gedib onu elə insana aşiq edir ki, hansı ki o insandan qarşılıq görməyəcək. Nə olur? Qarşılıq vermir, görsən, mən dəyərsizəm də, mən dəyərli olsaydım, mənim sevgimi qəbul edərdi. Dəyərsizlik bir hiss deyil, dəyərsizlik bir inancdır. Bundan doğan hisslər var. Qorxuya çatmaq üçün sən belə kələm kimi soyulmalısan. Biz keçmişimizin əsarəti altındayıq, amma bu əsarəti cəsarətə çevirmək olar. Kimsə kiməsə söz deyirsə o özündən danışır. Mövlananın bir sözü var, deyir, baxdığın mənəm, gördüyünsən. Bizim şuuraltımız yeniliyə açıq bir struktur deyil. Nə varsa, təkrar onu hədəfləyir yaşamaq üçün. O dəyərsizlik inancı varsa, təkrar o isbat olunur həyatda. Bax, gördün, dəyər versəydi misal üçün mənə baxardı deyir. Biz anlamalıyıq ki, bu inanc məni nədən qorumağa çalışır? Anladığımız anda şuuraltımızda güc itirir o inanc. Cahilin özgüvəni həmişə bilikli insanın özgüvənindən daha çox olur. Çünki cahil bilmədiyini bilmədiyi üçün hər şeyi bildiyini zənn edir.